Ey Rəbb, onlara yer üzündə bir əlamət ver. Onlara göstər ki, bu rəhbərlər şərdir. Əgər mən həqiqətən də dediyim şəxsəmsə və səmimiyəmsə, mən Allahdan, Subhanahu və Teala, müqəddəs ruhdan, İsa'dan, peyğəmbərlərdən, göydəki baş mələklərdən istəyirəm ki, mənim adıma şəhadət versinlər və insanlara bir əlamət göstərsinlər. Allahım, səndən istəyirəm, onları rəhbər təyin etmək haqqının yalnız sənə məxsus olduğu həqiqətinə yönəlt. Onları hidayət et və onlara göstər ki, günahkardırlar və təyinat və seçki ilə gətirdikləri rəhbərlərin əməllərinə şərikdirlər. Ey Rəbb, onlara yer üzündə bir əlamət ver. Onlara göstər ki, bu rəhbərlər şərdir. Bu şər alimlərdən və ya dünya liderlərindən birini ifşa et və bunu ictimai bir qalmaqala çevir və ya onlardan birinin qəfil ölməsinə səbəb ol ki, bu insanlar inansınlar. Unexpectedly so that these people may believe. So 3 million pages of documents, 180,000 images and 2,000 videos. The latest release of files related to the paedophile Jeffrey Epstein is shocking in its size and its content. Investigations are now underway in at least 10 countries. We're still combing through the detail, and every day we uncover more and more about the crimes of the disgraced financier and the people he was connected to. Allah Teala buyurub, zalim bir qılıncdır, mən ondan intiqam almaq üçün istifadə edərəm və sonra onun özündən intiqam alaram. Və Muhammed Peyğəmbər buyurub, Allah İran Şahı Xosrova lənət etsin. Həqiqətən məhv ediləcək xalqların ilki farslar, sonra isə ərəblərdir. Və sizin gerçəkləşdiyini gördüyünüz şey budur. Bugün İran məhv olmaq üzrədir və sabah, ondan sonra sıra ərəblərə gələcək. After that will be the Arabs. Iran's supreme leader, the 86-year-old Ayatollah Ali Khamenei, is dead. Don't
خودت میرسه. ما نمی‌کنیم. لعنت بر اسرائیل، مرگ بر آمریکا. ای خدای من، ای خدا، ما محکم‌تر از همیشه وای میسیم. دهن اینا رو سرویس می‌کنیم. مرگ بر مذاکره کننده، مرگ بر Beləliklə, bugün mən mənə çatdırılması əmr olunanı çatdırdım. Allahım, sən şahidsən ki, mən təbliğ etdim. Allahım, sən şahidsən ki, mən gizlətmədim. Allahım, sən şahidsən ki, mən yalnız sənə, yalnız sənin hakimiyyətinə və sənin təyin etdiklərinə çağırdım. Odur ki, kim dəvətə icabət etsə, özü üçün icabət edər və kim üst çevirsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.